Salam. Biberləri yuyub, tumunu təmizləyib, duzlayıb 6 saat gözlədirəm. Hər biberə yarım çay qaşığı duz tökürəm. Çələmi və yerkökünü sürtgəcdən keçirirəm. Üzərinə doğranmış cəfəri, duz, qurudulmuş nanə, xırdalanmış sarımsaq və acı biberi əlavə edib yaxşı qarışdırıb 5-6 saat gözlədirəm. 6 saat keçdikdən sonra biberin suyunu süzüb tərəvəzləri sıxıram. Tərəvəzləri bir qədər bastıraraq biberlərə doldurub, sonra isə balonlara yığıram. Hər bir balona 1 xörək qaşığı duz və 1 fincan üzüm sirkəsi əlavə edirəm. Tərəvəzlərin və biberin suyunu 2 hissəyə bölüb balonlara yığıb, qapağını örtüb altına qab qoyaraq sərin yerdə saxlayıram. Hələlik.